Salam, hər vaxtınız xeyir. Bu gün Respublika Fənn Olimpiadasında 10-cu sinif coğrafiya suallarını izah edərik. Deməli, birinci sualımızda deyir ki, dağın ətəyində atmosfer təzyiqi 720 mm civə sütunudur. Dağın maksimum hündürlüyü dəniz səviyyəsindən 4400 metr yüksəkdə yerləşir. Deməli, bir dağ çəkək. Dağın ən hündür zirvəsi 4400 metrdir. Dağın zirvəsi ilə ətəyi arasında temperatur fərqini Fahrenheit şkalası ilə müəyyən edin. Nəzərə alın ki, dəniz səviyyəsində təzyiq normaldır. Dağın ətəyində təzyiq 720 mm civə sütunudur. Dağın ətəyində təzyiq 720 mm civə sütunudursa, biz buradan dağın ətəyinin neçə metr olduğunu tapa bilərik. Normal atmosfer təzyiqi okean səviyyəsində 760 mm civə sütunudur. 760-dan 720 çıxırıq, bu eləyir 40 mm civə sütunu. Və biz də bilirik ki, hər 10 metrdə 1 mm civə sütunu azalır. Deməli, dağın ətəyi olacaq 400 metr. Daha sonra biz burada elə bil arasındakı temperatur fərqini Fahrenheit ilə ifadə eləməliyik. Yəni, ilk öncə gəlin burada temperatur fərqini Selsi ilə tapaq. 4400 metr ilə 400 metr arasında 4000 metr fərq var. Hər 1000 metrə də temperatur 16 dərəcə azalır. Hər 1000 metrdə 6 dərəcə azalır. 4000 metrdə də x dərəcə azalacaq. Bu da olacaq x bərabərdir 24 dərəcə Selsi. Yəni, tapdıq ki, bunlar arasında 24 dərəcə Selsi fərq var. Selsidən Fahrenheitə keçmək üçün Fahrenheit bərabərdir. Selsi vurulsun 9-da 5. Yəni, yox, Selsi vurulsun 5-də 9. Elə bil Selsidən Fahrenheitə keçmək üçün 1,8-ə vurmalıyıq. Yəni, 5-də 9-a vurub üzərinə 32 gəlməliyik. Burada da Selsi 24 dərəcə oldu. Deməli, 24 dərəcə vurulsun 5-də 9. Üstə gəl 32. Bu da bizə verəcək 24 vurul 5, 9-a üzərinə 32 gələndə 75,2. Yəni, düzgün cavabımız olacaq D variantı. Birinci sual. İkinci sualda deyir ki, doğru fikirləri müəyyən edin. Şaquli qalxmalar və enmələr yalnız geosiqnallarda baş verir. Xeyr, platformalarda da baş verə bilər. Bir yanlış. Karib və Kokos litosfer tavaları eyni okeanda yerləşir. Xeyr, bu da yanlışdır. Karib Atlantik okeanıdır, Kokos sakitdir. Avstraliya materikinin qərb hissəsi geoloji yaşına görə şərq hissəsindən daha qədimdir. Bu doğrudur. Avstraliyanın qərbi platforma, şərqi isə qədim qırışıqlıq zonasıdır. Bu doğrudur. Ruvenzori horsu litosfer tavalarının konvergen sərhədində yerləşir. Bu yanlışdır. Ruvenzori horsu Şərqi Afrika sınma zonasında yerləşir. Buna görə bu da yanlışdır. Kamerun vulkanı şimal, Kilimanjaro vulkanı cənub yarımkürəsindədir. Doğru. Labrador yarımadasında dəmir, Florida yarımadasında fosfor ehtiyatlar var. Bu da doğrudur. Düzgün cavab olacaq 3, 5, 6, yəni A variantı. Doğru fikirləri müəyyən edin. Günəş şüaları günorta vaxtı 30 dərəcə cənub enli, 60 dərəcə şərq uzunluğunda yerləşən məntəqəyə 36,5 dərəcədən kiçik bucaqla düşə bilməz. Biz günəşin 30 dərəcə cənub enliyinə minimum düşmə bucağını tapsaq, bilə bilərik ki, neçə dərəcədən aşağı düşə bilməz. Deməli, düşmə bucağı bərabərdir. 90 dərəcə çıxılsın, 30 dərəcə plus 23,5 olacaq. Çünki 30 dərəcə cənub enliyinə günəşin minimum düşməsi üçün günəş şimal tropikində zenitdə olmalı. Buradan da düşmə bucağı bərabərdir 53,5, 90-dan da 53,5 çıxırıq. Bu eləyir 36,5. Deməli, günəş 30 dərəcə cənub enliyinə minimum 36,5 dərəcə düşə bilər. Ondan aşağı düşə bilməz. Bəli, burada əgər meyilli nəzərə almasaq, yox, meyillilik olsa, yəni meyilli götürməsək, bəli, 36,5 dərəcə bucaqla düşə bilər. Ona görə bir doğrudur. Həm də burada 60 dərəcə şərq uzunluğu deyir. 30 dərəcə cənub enliyi, 60 dərəcə şərq uzunluğu təqribən okean hissəyə düşür. Yəni, Hind okeanı hissələrinə düşür. Ona görə, yəni, onsuz da okeanda da meyilli olmur. Bir doğru. 2. Iceberglər əsasən okean səthinin donmuş hissəsində formalaşır. Xeyr, donmamış hissələrdə də iceberglər formalaşa bilər. Yəni, hökm deyil, donmuş hissələrdə formalaşsın. Bu yanlışdır. Əsasən deyir, amma yenə də burada biraz yanlışlıq var. Yenə baxaq o birilərinə. Kaskad və Krım dağları geosiqnal inkişafının 3-cü mərhələsindədir. Kaskad Şimali Amerikada, Krım Avropadadır. Hər iki dağ konvergens zonadır, doğrudur. Yəni, geosiqnalın 3-cü mərhələsidir. 22 iyun tarixində 50 dərəcə şimal enliyindəki məntəqədə gündüzün uzunluğu 45 dərəcə şimal enliyindəki məntəqədən daha çoxdur. Əlbəttə ki, bu doğrudur. 5. Buludluğun il boyu çox olduğu ərazilərdə pambıqçılıq üçün əlverişli təbii şərait var. Xeyr, pambıqçılıq tropik və quru subtropik iqlimdə olur. Ona görə bu yanlışdır. Yəni, orada da buludluq az olur.
Tropik enliklərdən fərqli olaraq mülayim enliklərin dəniz və körfəzlərinin səthində buxarlanma qabiliyyəti ilə buxarlanma arasında nəzərə çarpacaq dərəcədə fərq var. Bu ən çox tropik enliklərdə olur. Ona görə bu da yanlışdır. Düzgün cavab olacaq 1, 3, 4, yəni Y variantı. Burada hardasa 2 də doğru ola bilər, amma donmuş deyir, yəni donmamış səthi olsaydı daha doğru olur. Və yenə deyirəm, biri əgər meylliliyi nəzərə almasaq 36,5-dən kiçik düşə bilməz. Amma meyilli varsa 36,5-dən kiçik də düşə bilər. Yəni burada da biraz yanlışlıq var, amma meyilli qeyd etmədiyi üçün biz də yəni normal rəqəm olaraq götürürük. Ona görə düzgün cavab olacaq 1, 3, 4 Y variantı. Sonra 4-cü sual. Burada deyir ki, günəş şüalarının minimum və maksimum bucaq fərqi 47 dərəcədən kiçik olduğu. Lakin gecə-gündüzün adi növbələşməsinin pozulmadığı. Gecə-gündüzün adi növbələşməsinin pozulmadığı enliklər 66,5 ilə 66,5 enliklər arasındadır. Və günəşin maksimum, minimum düşmə bucağı 47 dərəcədən kiçikdirsə, deməli söhbət burada tropik işıqlanma qurşağından gedir. Çünki mülayim işıqlanma qurşağında belə deyək, maksimum və minimum düşmə bucağı 47 dərəcə olur. Ona görə burada söhbət tropik işıqlanma qurşağından gedir və tropik işıqlanma qurşağına aid olmayan fikirləri tapar. Yəni 23,5 şimal enliyi ilə 23,5 cənub enliyi arasında. Şaquli dirəyin saldığı kölgə il ərzində günorta vaxtı üfüqün həm şimal, həm cənub tərəfində görünür. Günorta vaxtı günəş həm şimalda, həm cənubda görünə bilər. Bu doğrudur. Aid olmayan deyir, yəni bu doğrudur. Plus qoya qabağına. Antarktidadan başqa bütün materiklərdə rast gəlinir. Antarktidadan başqa bütün materiklərdə rast gəlinir. Bu da doğrudur. Çünki Şimali Amerikada var, Avrasiyada var, Afrika hamısında var. Bu doğrudur. Konus proyeksiyası ilə tərtib edilmiş xəritələrdə tərif daha az olur. Xeyr, konusu yox, silindrik proyeksiya olmalıydı. 3 yanlışdır. Qar xəttindən yuxarıda olan ərazilər mövcuddur. Qar xəttindən yuxarıda olan ərazilər mövcud ola bilər. Məsələn, bəzi hündür dağlar var burada. Məsələn, Afrikada var. An dağlarının hissələri var ki, onlar hündürdədirlər. Yəni, məsələn, vulkanlar var, San Pedro vulkanı kimi. Ona görə bu doğru fikirdir. Gecə və gündüzün uzunluğu 14 saat 30 dəqiqədən çox ola bilər. Xeyr, gecə gündüzün uzunluğu fərqi 14 saat 30 dəqiqədən çoxdursa, deməli bu tropiklər arasında yerləşə bilməz. Ona görə bu yanlışdır. Orinoco və Oranj çayları yerləşir. Orinoco çayı tropik işıqlanma qurşağında yerləşir, amma Oranj çayı tropik işıqlanma qurşağında yerləşmir. Ona görə bu da yanlışdır. Düzgün cavab olacaq 3, 5, 6, yəni B variantı. Digər sualda 5-ci sual. Şimali Amerika materiki üçün sərcəvi xüsusiyyətlər. 30 mart günəş zenitdə olur. Şimali Amerika ekvatorla şimal tropik xətti arasında 30 martda günəş zenitdə ola bilər. Ona görə sərcəvi olan 30 mart, belə deyək, 21 martda günəş ekvator üzərində zenitdədir. 21 martdan sonra 30 martda da günəş 21 martdan sonra günəş şimala doğru gedir, 22 günə doğru. Yəni Şimali Amerika materiki üçün doğru ola bilər, bir doğrudur. Florida yarımadası Paleozoy erasında yaranıb, bu da doğrudur. Qədimdir, belə deyək, qədim ərazilərə düşür, yəni cavan platformalar yox, qədim qırışıqlı zonası. Ona görə doğru ola bilər 2. Yerləşdiyi litosfer tavası Afrika litosfer tavası ilə divergent sərhədə malikdir. Bu da doğrudur. Şimal yarımkətin bütün iqlim qurşaqları yerləşir. Bu yanlışdır. Ekvatorial iqlim qurşağı yerləşmir. Həm buzlaq, həm tektonik mənşəli göllər var. Bu da doğrudur. Şimal və qərb sahillərində tornado qasırğası müşahidə edilir. Tornado şimal qərbində olmaz. Tornado, belə deyək, cənubla, yəni mərkəzi hissələrində ola bilər və yaxud cənub-şərq sahillərində ola bilər. Ona görə 6 da yanlışdır. 4, 6 yanlışdır. Əgər bu variantları çıxsaq, ən uyğun cavab C variantı qalır. Yəni 2, 3, 5 düzgün cavab olacaq C variantı. 6-cı sualda Euler-Venn diaqramına sizə uyğun bəndi müəyyən edin. Burada iqlim qurşaqları verilib. Deməli, birinci və ikinci. Birinciyə aid olanlar B və Y. Arnhem-Len yarımadası yerləşir. Arnhem-Len yarımadası Avstraliyanın şimaldır. Bildiyimiz kimi subekvatorialdır. Y-də də iqlim qurşaqları təkrar olunan materiklərdə həm şimal, həm cənub yarımkürəsində müşahidə edilir. Burada subekvatorial olacaq. Yəni 1-ə burada olacaq 2. 1-ə 2 gedəcək. Sonra 2-yə baxsaq, ikinciyə burada D deyir. Antarktida qitəsindən başqa bütün qitələrdə rast gəlinir. Antarktida qitəsindən başqa bütün qitələrdə rast gəlinirsə, bu subtropik olar. Çünki Afrikada mülayim yoxdur. Cənubi Amerikada hamısında subtropik var. Ona görə burada subtropik gedəcək. Yəni 4. Baxaq oxşarına AC öz hava kütləsi yoxdur. Bəli, heç birinin öz hava kütləsi yoxdur. Bir də C Mekong çayının su toplayıcı hövzəsində yerləşir.
Mekong çayının su toplayıcı hövzəsində subtropik var, ola bilər və çünki orada subekvatorial, subtropik sərhədi, subekvatorial da var. Ona görə düzgün cavab elə 1-ə 2, 2-yə də 4, yəni Y variantı olacaq. 7-ci sual. Uyğun bəndi müəyyən edin. Heç vaxt kölgə, burada 3 yayla verilib. Heç vaxt kölgə uzunluğu 0-a bərabər olmur. Yəni üzərində günəş zenitdə olmur. Meksikada günəş zenitdə ola bilər. Braziliya yaylasında ola bilər. Çünki tropik xətti kəsir. Ona görə burada 3-ə A gedəcək. Aid olduğu ölkə 2 yarımkürədə yerləşir. Braziliya 3 yarımkürədədir. Meksika 2 yarımkürədədir. Orta Sibir Rusiyadır. Rusiyadakı 3 yarımkürədə yerləşir. Şərq, qərb və şimal yarımkürəsi. Ona görə bu gedəcək 2-yə. Yerləşdiyi materikdə mövzu qırışıqlığında yaranan rele formalarına rast gəlinmir. Meksikada var, Orta Sibirdə var, amma Braziliyada yoxdur. Ona görə 1-ə gedəcək C. Yerləşdiyi ölkənin sahilləri 3 yarımkürədə yerləşən okeanın suları yuyur. Yerləşdiyi ölkənin sahillərini 3 yarımkürədə yerləşən okeanın suları yuyur. 3 yarımkürədə yerləşən okean bu Hind okeanı ola bilər, bir də Şimal Buzlu okeanı ola bilər. Burada da Hind okeanına aid olsa da burada ölkə yerləşmir, ölkənin sahillərini. Rusiya olar, Rusiyanın da sahillərini Şimal Buzlu okeanı yuyur deyənə burada Orta Sibir yaylasına götürmək olar bunu. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. Bu heç birində mümkün deyil. İl boyu günorta vaxtı olmur. Məsələn, Meksikada, Braziliyanda mülayim işıqlanma qurşağında düşən hissələr var. Çünki tropik xətti kəsir onları. Ona görə bu da olmaz. 1-ə C, 2-yə B, 3-ə də A, D. Yəni düzgün cavab, ən uyğun cavab olacaq B variantı. Ən uyğun cavab. Baxaq bir daha. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. Braziliya yaylasını belə deyək, yerləşdiyi ölkənin Braziliyanı cənub tropik xətti kəsir. Cənub tropik xətti kəsdiyi üçün il boyu günəş zenitdə olmaz. Ona görə ən uyğun cavab B variantı olacaq. 8-ci sual. Cədvələ sizdən uyğun sıraları müəyyən edin. Faydalı qazıntılar. Birincisi daş kömürdür. Daş kömür yanacaqdır. 1 doğru. 2 filizdir. Mərmər filiz deyil, qeyri-filizdir. Yanlışdır. 3 civədir. Civə qeyri-filiz deyil. Yanlışdır. 4 belə deyək. Alüminiumdur. Alüminium deyən boksitdir. Boksit. Bu 4-ü doğru götürmək olar. 4 doğrudur. Filiz. Sonra 5 qızıldır. Qızıl da filizdir. Bu da doğrudur. 6 kvars kumudur. Kvars kumu da yanacaq deyil. Ona görə bu da yanlışdır. Düzgün cavab olacaq 1, 4, 5. Yəni D variantı. İqlim diaqramına aid olduğu məntəqənin yerləşdiyi inzibati rayon üçün doğru fikirləri müəyyən edin. 1036 Zaqatala rayonu ola bilər. Həmçinin Balakən Zaqatala rayonları ola bilər. Normalda bu Zaqatala rayonu götürülür. 2 xarici ölkə ilə həmsərhəddir. Zaqatala 2 xarici ölkə ilə həmsərhəddir. 1 doğru. Daha sonra qışı mülayim keçən yarımsarı quruçöl iqlim yarım tipinə rast gəlinir. Xeyr, orada yoxdur. Qara metallurgiya xammal ehtiyatı mövcuddur. Zaqatalada, yəni orada polimetal filizlər var, onlar əlvan metallurgiya aiddir. Ona görə bu da yanlışdır. Mülayim isti iqlim tipinin bütün yarım tipləri var. Düzdür, orada həm qışı qura keçən mülayim isti iqlim var, həm də yağıntılara bərabər paylanan mülayim isti iqlim var. Amma yayı qura keçən mülayim isti iqlim yoxdur. 4 yanlışdır. Yura dövrünə aid çöküntülər Təbaşir dövrünün çöküntülərindən daha çox ərazidə yayılıb. Yura dövrünə aid çöküntülər Təbaşir dövrünün çöküntülərindən daha çox ərazidə yayılıb. Yüksək dağlıqları var, orta dağlıqları da var. Yəni burada belə deyək, 5-i doğru götürmək olar. 2-ni çıxdıqda, yəni 2 getdikdə burada 3 qalır. Sonra 400 metrdən 4000 metrdən yüksək dağ zirvələrinə rast gəlinmir. Bəli, orada 4000 metrdən yüksək dağ zirvələri olmaz. Ona görə bu da doğrudur. Burada ən uyğun cavab 1, 5, 6, yəni A variantı olacaq. 9-cu sualda ən uyğun cavab A variantı olacaq. 10-cu sualda xəritə sıxımında göstərilən adaların aid olduğu ölkə üçün doğru fikirləri müəyyən edin. Burada göstərilən bu Yeni Zelandiya adasına uyğun gəlir. 2 hissədən ibarətdir. Burada da Cook boğazıdır. Cənub və qərb yarımkürəsində yerləşir. Xeyr, 1 yanlışdır. Cənub və şərq yarımkürəsi olmaz. Günəş ildə bir dəfə zenitdə olur. Xeyr, mülayim işıqlanma qurşağındadır. Yanlışdır. Litosfer havalarının divergent. Xeyr, toqquşmadır. Hind-Avstraliya ilə Sakit okean. İnkişaf etmiş ölkədir. Doğrudur. Fəaliyyətdə olan vulkan, bəli, Ruapehu vulkanı subtropik mülayim iqlim qurşağında yerləşir. Bu da doğru. Düzgün cavab olacaq C variantı.
11-ci sual. Okeanlarda mövcud olan səth cərəyanları haqqında doğru fikirlər müəyyən et. Soyuq cərəyanlar hərəkət etdiyi suların duzluluğunu azaldır. Soyuq cərəyanlar olan yerdə buxarlanma az olur. Buxarlanma az olanda duzluq da az olacaq. Bir doğru. İsti cərəyanlar alçaq enliklərdən yüksək enliklərə doğru hərəkət edir. Bu da doğrudur. Yəni ekvatorial enliklərdən, tropik enliklərdən mülayim enliklərə doğru gedir. Çay mənsəblərində deltanın formalaşmasına səbəb olur. Delta yox, estuari olmalı idi. 3 yanlışdır. Qutb işıqlama quşağında formalaşmır. Qutb işıqlama quşağında elə şimali Atlantik cərəyanı oradan kəsir, keçir. Yəni formalaşa bilər. Bu yanlışdır. Götürməliyik. Iceberglərin hərəkət istiqamətinə təsir edir. Iceberglərin hərəkət istiqamətinə təsir edir. Edə bilər. Cərəyanlar ümumi su kütləsidir, elə bilər. Bu doğrudur. Sonra isti cərəyanlar buxarlanma və buxarlama qabiliyyəti arasında fərqin artmasına səbəb. İsti cərəyanlar olan yerlərdə buxarlama qabiliyyəti çox olur. Həmçinin buxarlanma da çox olur. Ona görə fərq az olacaq. Bu da yanlışdır. Düzgün cavab olacaq 1, 2, 5, yəni B variantı. 12-ci sual. Doğru olmayan fikri müəyyən edin. Mərmərə dənizinin orta duzluğu Baltik dənizinin orta duzluğundan daha çoxdur. Əlbəttə ki, doğrudur. Bir doğru. Bayron üzqar nöqtəsinin sahillərindən isti okean cərəyanı hərəkət edir. Bayron bildiyimiz kimi Avstraliyada yerləşir. Avstraliyanın da şərq ucqar nöqtəsidir. Şərqində də Şərqi Avstraliya isti cərəyanıdır. Bu doğrudur. Pangeya təqribən 4,5 milyard il bundan əvvəl Lavrasiya Gondovaniya parçalanıb. Bu yanlışdır. 4,5 milyard il əvvəl geoloji mərhələ başlayıb. Orada hələ Pangeya parçalanmamışdı. Ona görə bu yanlışdır. Aleut və Azor adaları subduksiya zonasında, Azor adaları ayrılma zonasındadır, divergentdədir. Ona görə bu da yanlışdır. 40 dərəcə cənub enliklərində okean səth sularının orta illik temperaturu 40 dərəcə şimal enliyində okean səth sularının orta illik temperaturundan daha aşağı olur. Azonal amilləri nəzərə almadan. Yəni heç bir amili nəzərə almadan 40 dərəcə cənub enliyində 40 dərəcə cənub enliyində istiliyi tutmur. 40 dərəcə şimal enliyində okeanlarında səth sularının orta illik temperaturundan daha aşağıdır. Burada cənub yarımkürəsində belə deyir. Düzdür, istilik tutumu daha çoxdur, amma ki burada bizdə istilik tutumu yox. Yəni temperaturun aşağı olmasını deyir, səth sularının. Cənub yarımkürəsində də Antarktidanın təsiri suyun temperaturunu aşağı salacaq. Suyun temperaturunu da aşağı saldığı üçün cənub yarımkürəsi daha soyuq olacaq. Yəni bu əslində doğru cümlədir. 5 doğru. Şərqi Antarktidanın sayı xəttləri materikin qərbi ilə müqayisədə daha çox parçalanıb. Qərb hissəsi daha çox parçalanıb. Bu yanlışdır. Şərq hissə yox, daha çox qərb hissə daha çox parçalanıb. Çünki And dağlarının davamıdır. Yəni And dağlarının davamı qərb hissə And dağlarının davamı olduğu üçün daha çox parçalanıb. Burada düzgün yanlış fikirləri istəyirəm. 3, 4 və 6, yəni A variantı olacaq. 13-cü sual Euler-Venn diaqramını tamamlamayan bəndi müəyyən edin. Qütb dairə xətti iki materik ilə kəsişir. Qütb dairəsi şimal yarımkürəsində Şimali Amerika Avrasiyanı kəsir, Cənubi yarımkürəsində yalnız Antarktidanı kəsir. Ona görə bir ancaq bura uyğun gələcək. Mərcan mənşəli adalara rast gəlinir. Mərcan mənşəli adalara həm şimal, həm Cənubi yarımkürəsində rast gəlmək olar. 2 ortaya gedəcək. Okean səthinin sahəsi quru səthinin sahəsindən daha çoxdur. Hər ikisində okean səthinin sahəsi quru səthinin sahəsindən daha çoxdur. Hər ikisində. Ona görə 3 bura gedəcək. Daxili dənizlərə rast gəlinir. Şimal yarımkürəsində, Cənubi yarımkürəsində daxili dəniz yoxdur. 4. 7000 metrdən yüksək dağ zirvələri mövcuddur. Bu da şimal yarımkürəsində. Cənubi yarımkürəsində 7000 metrdən hündür dağ, ən hündür yeri Cənubi yarımkürəsində And dağları, Aconcagua da 6960-dır o da. Yəni 7000-i keçmir. Bu da bura gedəcək. Iceberglər rast gəlinir. Əlbəttə ki, hər ikisində iceberglər olar. İndi burada tamamlamayan bəndi deyir. Yəni 1, 4, 5 düzgün cavab olacaq. Y variantı 13-cü sualda. 14-cü sualda cədvələ sona uyğunluğu müəyyən edin. Kamçatka yarımadasında fəaliyyətdə olan vulkanlar mövcuddur. Bu doğrudur, qabağına da doğru yazıldığı üçün doğru, qabağında da doğrudur. Ona görə 1-i götürərik. Qafqaz, Pamir, Kopet dağ silsilələri geosiqnalda yerləşsələr də fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Qafqazda fəaliyyətdə olan vulkan yoxdur, Kopet dağda yoxdur, Pamirdə də yoxdur. Bu cümlə doğrudur. Qabağına yanlış yazılıb deyənə götürmürük. Yəni ikiləri çıxırıq. B və Y variantları getdi. Cape York, Alyaska və Labrador yarımadalarının sahillərini iki okeanın suları yuyur. Cape York yarımadası, Labrador yarımadası iki okeanın suları yuyur. Alyaska. Bu əslində yanlışdır.
Alyaska yarımadası, Alyaska ştatı olsaydı daha doğru, yarımadanın iki okean suları. Bu yanlışdır, qabağına da yanlış dediyi üçün 3-ü götürərik. Beaufort dənizi coğrafi mövqeyinə görə adalar arası dənizdir. Beaufort dənizi kənar dənizdir. Yanlışdır, qabağına da yanlış yazıldığı üçün 4-də götürərik. Sarı Tasman, Karib dənizləri donmaya məruz qalır. Sarı, Tasman, Karib donmazlar. Bu dənizlər donan dənizlər deyillər. Çünki xüsusilə də Karib artıq tropik enliklərdir. Bu yanlışdır, qabağına doğru yazıldığı üçün bunu da götürmürük. Hindsin yarımadası üzərində formalaşan hava kütlələrini ölkəmizdə iqlim tiplərinin formalaşmasına təsir edir. Hindsin yarımadası üzərində formalaşan hava kütlələrinə biz ekvatorial hava kütləsini deyə bilərik. Hava kütlələri ölkəmizdə iqlim tiplərinin formalaşmasına təsir edir. Ekvatorial hava kütləsini deyə bilərik. Bir də Hindsin yarımadası subekvatorialda yerləşdiyi üçün tropik hava kütləsini də orada demək olar. Azərbaycana tropik hava kütləsi təsir eləsə də, ekvatorial hava kütləsi təsir eləmir. Bu yanlışdır, qabağına doğru yazıldığı üçün bunu da götürmərik. Ona görə bu olmaz. Düzgün cavabımız olacaq 1, 3, 4, yəni C variantı. Sonra 15-ci sualda cədvələ asılan uyğunluğu müəyyən edin. Saatlı, Sabirabad, Samux və Qazax inzibati rayonları Kür çayı sahilində yerləşirlər. Saatlı da, Sabirabad da, Samux. Saatlı və Sabirabad, Sabirabad Kürün hər iki sahilidir. Saatlı Kürün sağ, Samux hər iki sahili, Qazax rayonu da Kürün sağ sahilində yerləşir. Bir sözlə bu doğrudur. Qabağına doğru yazıldığı üçün biri götürərik. Ağdərə inzibati rayonu xarici ölkə ilə həmsərhəddir. Bu yanlışdır. Ağdərə xarici ölkə ilə həmsərhəd deyil. Qabağına doğru yazıldığı üçün bunu götürmərik. 22 iyun tarixində Zaqatala, Balakən və Qax inzibati rayonlarında gündüzün uzunluğu Sədərək və Lənkəran rayonlarındakından daha uzundur. Əlbəttə ki, şimalda yerləşdiyi üçün gündüzlərin uzunluğu daha uzun olacaq. Bu doğrudur, amma qabağında yanlış yazıldığı üçün bunu götürmərik. Ona görə bu da yanlış. Daha sonra Qarabağ vulkanik əyləsi Murovdağ silsiləsinin mütləq hündürlüyü 3000 metrdən çoxdur. Qarabağ vulkanik əyləsi 3616 metr, Dəli dağdır. Murovdağ da 3725, bu da Camış dağdır. Hər ikisi yüksəkdir, amma qabağında yanlış yazıldığı üçün götürmərik. Zəngəzur dağ silsiləsində Nival buzlaq subnival landşaftlarına rast gəlinir. Əlbəttə ki, doğru, qabağına doğru yazıldığı üçün 5 doğru. Şərur inzibati rayonu bir tektonik zonada yerləşir. Şərur inzibati rayonu bir tektonik zona olacaq. Yanlışdır bu. Şərur inzibati rayonunda 2 tektonik zona olacaq. Bir Araz-Zavan əyilməsi, bir də ki, Kiçik Qafqaz qalxması olacaq. Çünki şimal hissəsi Dərəlez dağlarına, yəni o şimal hissələri Dərəlez dağlarının ətəklərinə uyğun olacaq. Ona görə burada da bu yanlışdır, qabağına yanlış dediyi üçün düzgün cavabımız olacaq 1, 5 və 6, yəni C variantı. 16-cı sual. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 6-cı saat qurşağı, 12-ci saat qurşağı və 18-ci saat qurşağı. Avrasiya materiki ilə kəsişir. 6-cı saat qurşağının orta meridian 90 dərəcə şərq uzunluğu Avrasiya ilə kəsişəcək. 12-ci saat qurşağı da Avrasiyanı kəsir. 18-ci saat qurşağının orta meridian 90 dərəcə qərb uzunluğudur. Yəni Avrasiya ilə kəsişir deyirsə 1-ə A olacaq, 6 ilə 12. Çünki 18 Avrasiyanı kəsməz. 1-ə A. Daha sonra 3 yarımkürədə yerləşir. Burada 3 yarımkürədə yerləşən 2-yə B olacaq. Çünki belə deyək, 12-ci saat qurşağı 4 yarımkürədə yerləşir. Həm şərq, həm qərb, şimal, cənub. Zaten bütün saat qurşaqlar şimalda və cənubda yerləşir. Günəş hər zaman zenitdədir. Günəş hər zaman zenitdədirsə, bu ortaya gedəcək. Çünki hər üçündə günəş zenitdə olur da. Ona görə C ortadadır. Sakit və şimal buzlu okeanlarla kəsir. Bütün meridianlar da şimal buzlu okeanla kəsir. Sadəcə burada 18-ci saat qurşağı. Bu, belə deyək, şimal buzluğunu kəsir, düzdür. Amma burada sakit okeanını kəsməz. 18-ci saat qurşağı Atlantik okeanını kəsə bilər. Ona görə bu yanlışdır. Yəni bu gedəcək, belə deyək, 3, yəni bu D gedəcək sakit və şimal buzlu okeanlara aiddir. Bu 6 da olmaz, 6 da 90 dərəcə şərq uzunluğu. Bu da gedəcək 12, bir də 18. 18 90 dərəcə qərb uzunluğudur.
Çünki 24-dən 18 çıxırıq 6, 6,15, 90 dərəcə qərb uzunluğu. 90 dərəcə qərb uzunluğunu Sakit Okean kəsə bilər. Ona görə bu doğrudur. Əslində bu 12 ilə 18-ə gedir. 6-cı saat qurşağı Hind okeanını kəsər, bir də Şimal Buzlu okeanını kəsər. Ona görə bu gedəcək bura 3-ə D. Alp Himala geosinkronal qurşağı ilə kəsir. Alp Himala ilə 12-ci saat qurşağı kəsişmir. 6-cı saat qurşağı kəsişir. Y gedəcək bura. 18-ci saat qurşağı o da kəsişmir. Ona görə burada ən uyğun cavab 1-ə A, 2-yə B, 3-ə də D, yəni Y variantı olacaq 16-cı sualda düzgün cavabımız. Daha sonra 17-ci sualda iki xarici ölkə ilə həmsərhəd olan inzibati rayonları müəyyən edin. Qax rayonu iki ölkə ilə həmsərhəddir, Rusiya və Gürcüstan. Şəki rayonu bir ölkədir, Rusiya. Tovuz rayonu Ermənistan və Gürcüstan. Qubadlı rayonu bir ölkə Ermənistan. Ordubad da Ermənistan və İran. Ona görə 1, 2, 5, 1, 3, 5 düzgün cavabımız olacaq Y variantı. Şapuz da ki bir ölkə ilə həmsərhəd. 17-də düzgün cavab olacaq Y variantı. 18-ci sualda Şimali Amerika və Avrasiya materiklərinin oxşar cəhətləri. Musson yağışları müşahidə edilir. Həm Şimali Amerikada, həm Avrasiya materikində ola bilər. Musson yağışları bu doğrudur. Şimal tropik iqlim qurşağı tam zolaq təşkil edir. Şimali Amerikada bəli, amma Avrasiyada xeyr. Bu yanlışdır. Avrasiya tam zolaq əmələ gətirmir, Tar səhrasında qırılır. Qərb sahillərindən mülayim dəniz və Aralı dəniz iqlim tiplərinə rast gəlinir. Hər ikisində mülayim dəniz və Aralı dənizi var. Ona görə bu doğrudur. Yəni biri olacaq A və C. Sahillərində Çukot və Bering dənizlərinin sahilləri yuyur. Həm Çukot, həm Bering dənizi, həm Şimali Amerika, həm Avrasiya bu doğrudur. Sahəsinə görə ən böyük ölkənin sahillərini 3 okeanın suları yuyur. Şimali Amerikada sahəsinə görə ən böyük ölkə 3 okean yuyur, yəni Şimal Buzlu, Atlantik və Sakit Okean. Avrasiyada Rusiyadır, o da Şimal Buzlu Okean, Atlantik və Sakit Okean. Ona görə bu da doğrudur. Materik daxili ölkələr mövcuddur. Şimali Amerikada materik daxili yoxdur, amma Avrasiyada var. Oxşar deyil də bu, yəni C yanlışdır. 1-ə AC, 2-yə də AB. Düzgün cavab olacaq D variantı. 19. Verilmiş ölkələrə aid xüsusiyyətləri müəyyən edin. 1, 2, 4. 1 Fransa, Kanada, Çin. Federativ inzibati ərazi quruluşuna malikdir? Xeyr. Çin federativ inzibati ərazi quruluşuna malik deyil, Fransada. Kanada olar. Bu 4 bir yanlışdır da, bir yanlışdır. 4, 5, 6. Çayları 2 okean hövzəsinə aiddir. 4 Çin, 2 okean. Əslində Çinin də suları 3 okean hövzəsinə aid olar. Bu yanlışdır. 5 Türkiyə, 2 okean doğrudur. 6 Qazaxıstan, 2 okean. Əslində Qazaxıstanın suları da 1 okean olar. Yəni bu yanlışdır. 2 okean olmaz. 1 yanlışdır. 1, 3, 4. Fransa BRICS təşkilatının üzvüdür. Əlbəttə ki, bu yanlışdır. Fransa BRICS təşkilatının üzvü deyil. BRICS Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çindir. 1, 2, 3. Fransa Hind-Avropadır. Kanada Hind-Avropa Germandır. 3-dəki Braziliya Portuqal dillidirlər. Yəni Roman dil qrupudur. Doğrudur. Mülayim iqlim qurşağında yerləşir. 1, 2, 6. Qazaxıstan mülayim, Kanada mülayim, Fransa mülayim iqlim qurşağı doğrudur. 1, 2, 5. Cavan dağlar Asiyanı. Fransada Alp dağlarının bir hissəsi var. Kanadada var. Əlbəttə ki, Kordilyer dağlarıdır. Türkiyədəki cavan dağlar Pont və Tavır. Bu da doğrudur. Düzgün cavab olacaq 4, 5, 6, yəni C variantı. Və sonuncu sual, 20-ci sual. Yer kürəsinin sxemindəki vəziyyətindən əsasən doğru fikirləri müəyyən edin. Yer kürəsinin sxemindəki vəziyyəti bizə Cənub qütb dairəsində qütb gündüzlərinin olduğunu göstərir. Yəni 22 dekabr tarixidir. 22 dekabr. Günəş cənub tropikində zenitdə. Qutb ulduzu görünən yarımkürədə gecənin uzunluğu gündüzün uzunluğundan daha çoxdur. Əlbəttə ki, qutb ulduzu şimal yarımkürəsində görsənir və gecə ilə gündüzün uzunluğu fərqində gecə daha uzundur. Bir doğru. Günəşin zenitdə olduğu yarımkürədə, yəni cənub yarımkürədə, gecə və gündüzün adi növbələşməsi pozulmur. Pozulur, çünki cənub qütb dairəsindən cənubda ancaq gündüzdür. Yer kürəsinin fırlanma oxu orbit müstəvisinə 80 dərəcə meyilli olsaydı, sxemdəki vəziyyət yarana bilməzdi. Yer kürəsi öz fırlanma oxuna 80 dərəcə meyilli olsa, Günəş, belə deyək, tropik xətləri keçəcəkdi 10 dərəcə enliklərdən. Yəni, burada belə olmazdı əlbəttə ki, bu da doğrudur. Yəni, 3 də doğrudur. 4. 10 dərəcə cənub enində dayanmış müşahidəçinin kölgəsi günorta vaxtı şimal istiqamətini göstərər. Bəli, çünki Günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. Yer kürəsinin 40 dərəcə cənub enliyində xəyali oxu ətrafında fırlanma sürəti 40 dərəcə şimal enliyindən daha çoxdur.
Əslində xəyali fırlanma sürəti eyni olacaq da. Niyə fərqli olsun ki? Zenitə görə bu fərqli olmaz. 5 yanlışdır. Yəni 2 burada yanlış idi. 5 də yanlışdır. 2, 5, 2, 5. Bir də 6-ya baxaq. Cənub yarım quru səthində ən isti ay müşahidə edilir. Cənub yarımkürəsinin quru səthində ən isti ay müşahidə edilir. Quru səthində ən isti ay iyul ayında. Cənub yarımkürəsində isə yanvar ayında olacaq. Yəni şimalda iyul, cənub yarımkürəsində yanvar. Bu yanlışdır. Yanlış dediyi üçün düzgün cavab olacaq 1, 3, yəni doğru fikirlər bizdən istəyirdi. 1, 3, 4, yəni C variantı.